İngilis dili bilənə iş var yoldaşlar. Mən sizə 2 dənə vakansiyadan bəhs etmək istəyirəm. Son dönəmin, son belə deyim 48 saatın 2 dənə variantdan bəhs etmək istəyirəm. İngilis dili. Onunla bağlı qeyd edim ki, təzəlikcə yeni bir vakansiyada paylaşılıb zaten bu kanalda. Mən hal-hazırda birindən bəhs edeyim. Bu, misal üçün, koordinator işidir, imza qrupdadır. Sizdən tələb eləyir ki, İngilis dilini B1, Rus dilini isə A2 səviyyəsində də olar. Belə bir işdir, başqa ciddi bir şərti yoxdur. Şəxsi keyfiyyətlər tələb edir ki, misal üçün, məsuliyyətli olun, yüksək təşkilatçılıq qabiliyyətiniz olsun. 5 günlük bir işdir, yəni iş qrafiki olaraq. 500 manat da pul verirlər. Belə bir iş maraqlıdırsa bu işə müraciət edə bilərsiniz. Sonra idman turizmi üzrə ingilis və ərəb dilini bilənlər üçün də iş var yoldaşlar. Nə iş görürsünüz? Ərəb, Afrika ölkələri ilə idman danışıqlarını aparılaraq Azərbaycana cəlb etməsində iştirak edirsiniz. Təcrübəniz varsa 1 illik ümumiyyətlə 800 min manat aralığında olan bir işdir. Bu da həftə içi 5 günlük bir işdir yoldaşlar. Digər turizm, daha doğrusu ingilis dili bilən olan işi ilə də tanış olmaq üçün kanala daxil ola bilərsiniz, oradan görə bilərsiniz. Bu işlərə müraciət etməkdə çətinlik çəkirsinizsə, digər sahələrdə də işlərdən də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzəvoğlu kanala. Kanala daxil olduqdan sonra orada əlaqə vasitəsini diqqət eləsəz görə bilərsiniz. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.